Güneş bürcü ok atan ve yükselen bürcü ok atan olanlar 26 yanvar 1 fevral həftəsində gökyüzündə Marsla Plüton arasında qovuşma açısı aktiv olduğu için bu həftə ifadə edəcəyiniz sözlər daha sərt, daha kəskin və daha yıxıcı ola bilər. Ona görə də ünsiyyətdə bu həftə diqqətli olmağa çalışın. Bu həftə ifadə edəcəyiniz kiçik bir söz belə böyüyə bilər. Bacı qardaşlarınızla və yaxın çevrənizdəki insanlarla güc mücadilələri yaşamamağa diqqət və özen göstərin. Yaxın çevrənizdəki insanların kimin dost, kiminsə düşmən olduğunu bu həftə görə bilərsiniz. Qısa səyahətlərdə diqqətsizlik arta bilər. Avtomobil istifadəsi zamanı sürətli avtomobil istifadə etməməyə diqqət və özen göstərin. Zehni və fiziki yorğunçuluğunuz bu həftə arta bilər. Yuxusuzluq, zehni yorğunçuluq və sinir sistemi həssasiyyəti bu həftə arta bilər. Ona görə də sağlığınıza özen göstərin. Yuxu rejiminizi bu həftə qoruyun. Haqlı çıxma ehtiyacınız bu həftə yüksələ bilər. Gizli qalan bir mövzu ortaya çıxa bilər. Yalan, manipulyasiya və bilgi savaşları bu həftə çox rahatlıqla ortaya çıxa bilər.